verəcək. Andrey Sinyenka qapısında diqqətlidir bu qarşı durmadan, bu deyildən kim qalib ayrılacaq? İşarə gəldi, Abubakar qapıya baxır. Zərbə, gol, gol, gol. Çox soyuqqanlı bir şəkildə. İmişli indi küncdən zərbəni yerinə yetirir, ötürmə gəlir. Təhlükəli anların içini qapısı qarşısında. Qapıya zərbə, hesab bərabərləşir 1-1. Dərhal İmişlinin cavabı. Rezi Vargas edir. Vargas daha bir cəhət. Yenə də Emin Mahmudov və top qapıdadır. Top qapıdadır, bu ev tapşırığı idi. İndi bildiniz niyə görə bu edildi. Əllər xidmətli şef redaktoru Rəşad Quliyevə minnətdarlığımızı bildiririk. Oyuna daxil olan Abbas Ağazadə isə qapıya zərbə, hesab bərabərləşir 2-2. 2-2. Düz onların arasına topu ötürdü. Buna ötürmə də demək çətin idi. Banguera, əla ötürmə. Luis Silvester, ötürmə, qapıya zərbə. Gol, 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 gol. İmişli 3-cü golunu